Salam, hörmətli müəllimlər. Mən MHM Tədris Mərkəzinin tarix müəlliməsi Sürəyya müəllimə. Bu gün sizinlə deməli MHM Tədris Mərkəzinin tarix test toplusunun içərisindən olan maraqlı və imtahana düşə biləcək yeni model sual strukturlarının izahına baxacağıq. Deməli bir digər sualımız deməli bizim xəritə sualımızdır və son zamanlar bu suallar xəritə sualı, uyğunluq sualı, xəritə ilə bərabər diaqram sualı, eyni zamanda hər hansı bir şərtdə məsələn əsir verilir, daha sonra xəritə sualı verilir və uyğunluq sualı verilir. Yəni bəzən müəllimlər bildirirlər ki, sual çətin idi, amma sualın çətinliyinin səbəbi sualın proqramdan kənar olması deyil. Bir sualda bir neçə bilgini eyni anda bizdən istəməsidir və bu da bir neçə bilgini eyni anda bizdən istəyən sual strukturudur. Deyir ki, xəritədə verilmiş ölkələr haqqında düzgün fikirləri müəyyən edin. A-da göstərilir ki, bir haradır? Baxırıq, bir bu ərazimizdir, bu bizim Piriney yarımadamızdır, bu bizim İspaniyamızdır. Göstərilir ki, 1-ci Süleymanın Avstriyaya qarşı müharibəyə başlamasına cavab olaraq Osmanlı mülkü olan Əlcəzair sahillərinə güclü donanma yeritdi. Süleyman Avstriya ilə müharibə edibmi? Bəli, edib. Və bunun nəticəsi etibarilə İspan donanması ilə toqquşubmu? Bəli, toqquşub. Özü nə vaxt toqquşub? Deməli 1541-ci ildə bu hadisə deməli baş vermişdir. Bir ona görə biz götürürük, bu doğrudur. Yəni A doğrudur. A-ya plus qoyuruq. Əgər A yoxsa digər variantları çıxırıq. 2-də göstərilir ki, Osmanlının Korsika adasını işğal etməsinə kömək etmişdir. 2 haradır? 2 Fransadır. 2 Fransadır, amma Osmanlının yox. Osmanlı Korsika adasının işğal edilməsinə kömək edib. Yəni Osmanlı Fransaya kömək edir. Fransa Osmanlıya yox. Yəni burada belə şəkilçi məsələsi, yəni cümlə düzgün qurulmamışdır. Ona görə B variantı da yanlışdır. Deməli əlimizdə 2 variant qaldı. Baxaq. İran körfəzinə nəzarət edə bilmək üçün Osmanlı ilə mübarizə şəraitində idi. Söhbət 3 Portuqaliya. Ümumiyyətlə Osmanlının İran körfəzinə gedib çıxması ilə bağlı bir bilgimiz yoxdur. Bu Portuqaliya ilə Səfəvilərin ortaq problemi idi ki, sonra ingilislər də Səfəvilərə bu barədə köməklik eləyəcək. Ona görə C variantı bilgi olaraq ümumiyyətlə yanlışdır. D variantına baxanda 4-ə baxırıq İngiltərədir. Osmanlı dövləti ilə Avstriyanın Müqəddəs Roma İmperatorluğunu və İspaniyanı idarə edən Habsburqlara qarşı ittifaq qurdu. Bu ittifaqı quran bir Avropa ölkəsi var, amma o İngiltərə deyil. Bu ittifaqı quran Avropa ölkəsi Fransadır. Ona görə 4 də, yəni D variantı da doğru deyil. Bunu da götürmürük. 7 isə 5-i göstərir. 5 haradır? 5 Rusiyadır. Deyir ki, 17-ci əsrdə Osmanlı dövləti ilə hərbi münaqişə yaşamışdır. 1600-lərdə yaşayıb. Yaşayıb ki, 1681-ci ildə tərəflər arasında Bağçasaray sülhü bağlanıbdır. Y də doğru variantdır. Artıq 17-ci əsrdən münaqişələri başlayır. Deməli, Osmanlılarla Rusiyanın. Deməli, Y variantı da doğrudur. Deməli, doğru cavabımız bizim B variantıdır. A və Y doğru informasiyalardır.